2021-ci ildə ailə qurmuşduq. Evliyimiz çox gözəl, çox mehriban, çox səmimi keçirdi. Hər kəsin həyatında olduğu kimi çətin və yaxşı günlər olur. Həmişə əl-ələ gözəl şəkildə keçirdirdik, yaxşı şəkildə keçirdirdik, mehriban danışırdıq. Nikah masasında elə bir-birimizə verdiyimiz söz kimi pis gündə, yaxşı gündə bir-birimizə dəstək olacaq, bir-birimizi anlamağa çalışacaq. Elə də oldu, elə həmişə. Yoldaşım özü rus dili, ingilis dili, ivrit dili, fransız dili bilirdi. O doktoranturanın son mərhələsində idi, hüquq fakültəsində. Bundan əlavə olaraq kitablar da yazırdı, uşaqlar üçün kitablar yazırdı, uşaqlar üçün hekayə yazırdı. Doğrudan Gəncədə nə qəşəng yağış yağır. Özü də ən sevdiyim havadır. Uyda, maşınla elə gedirsən, yağışlı havada, elə gözəldir. Təbiəti sevirdik, gəzməyə gedirdik, təbiətə, rayonlara və yaxud Bakı parklarına. Bərabər keçirdiyimiz hər an, hər saniyə, hər dəqiqə hər zaman gözəl olub, hər zaman xoş olub. Hökümə xanımı dünyalar qədər sevirdim.